Bu evdə ləhlülül eləyən ər-arvad bir müddətdən sonra başlarına gələcək problemlərdən xəbərsiz özləri üçün şellənirlər. Şellənməkləri çox çəkmir, kişini işdən qovurlar, arvad pul qazana bilmir, vəziyyətləri getdikcə pisləşir, ləhlülül eləməyə belə halları qalmır. Məsələ burasıdır ki, ailə yeni evlərini tikəcəkdilər, buna görə də kredi götürmüşdülər. İndi ev yarımçıq qaldı, olan qalanları da yavaş-yavaş banka getməyə başladığı üçün tamamilə pulsuz qalırlar. Ailə çıxış yolu üçün son 5000 dollarını da götürüb gedirlər kazinoya. Kazinoda bu pulun da içinə sıçıb qoyurlar ora. Amma burada bir dayda ilə tanış olurlar ki, daydayda pul pox kimidir. Dayda ilə söhbət əsnasında risk adam oğlana bir dənə seksualini təklif eləyir. Deyir ki, arvadınla bir gecə keçirməyimə icazə ver, 1 milyon dollar sənindir. Kişi razı olmur, qayıdırlar evə. Evdə arvad başlayır ki, bəs evimiz yarımçıq qalıb, kreditimiz adımız var, bir gecə ilə heç nə olan deyil, sən kişiliyin icazə ver, razılaşaq. Qaqaş da ailəsini belə pulsuz parasız qoymağını öz oğlanlığına sığışdıra bilmir, təkliflə razılaşır. Səhərsi gün vəkil dostuna zəng edir ki, bəs Dilara üçün 1 milyon təklif ediblər, nə deyirsən? Dostu da deyir ki, o zaman dəlisən nəsən, başın qaraqdır. Dilara ən azı 2 milyona gedərdi. Yəni ki, biraz qiymət öldürüblər. Nəysə elə həmin gün dostu gəlir dayda ilə müqaviləni bağlayır, 1 milyona razılaşırlar. Qaqaş dostunla düşür aşağı, Dilara ilə dayday qalır otaqda. Aşağıda dostu adam ürək-dirək verir ki, indi olan şeydir, kişinin başına iş gələr zad. Birdən qaqaş qeyrətə gəlir, qasır yuxarı ki, öldürəcəm onları. Oya, qoymayın, oya, İrasim gəlir. İrasim gəlir, görür ki, bunlar otaqda deyil, çıxıb gediblər. Dayday qaqaşın arvadını helikopterinə mindirib harasa aparır. Qaqaş da gəlib çata bilmir bunlara. Axşam qadın daydayla laqqa çıqqa alış-verişini tamamlayır, qayıdır təzədən ərinin yanına. Amma bundan sonrası İrasim üçün heç də ürək açan deyil. Arvadının başqa kişinin otağında orasını burasını açmağını kişi beyninə salır, düşür depressiyaya. Bu məsələni özünə bağışlaya bilmir. Və arvadını o gecə ilə bağlı tez-tez sorğu-sual atdır. Qadın cavab vermir, adam biraz da ayağına deriyir. Axırda Dilara qayıdır, deyir ki, zor idi, dayday deyil, elə bil su ayğırıdır. İrasim də başlayır özünü ora-bura vurmağa. Vah! Kişi əsəbləşib. İndi təbii ki, Dilara da özünü belə bir günaha soxduğu üçün peşmançılıq hissi yaşayacağını düşünürsünüzsə, çox səhv eləyirsiniz. Dilara İrasimdən ayrılır, başlayır dayda ilə təzə münasibətə. Qaqaş qəhrindən az qalır özünü öldürsün, Dilara ilə iş qozuna da deyil. İrasimi it yerinə qoyan yoxdur. Gəl zaman, geç zaman arvad dayda ilə işi bişirir, Dilara olur daydayın arvadı. Filmin bundan sonrasında mataq bir şey yoxdur, amma axırda bir maraqlı nüans var ki, Dilara təzədən İrasimin yanına qayıdır, İrasimlə barışırlar. Yəni ki, bu arvad ürəyi istədiyi ilə oturar, durar, evlənər, boşanar, pula satılar, yenə də həmişə hər kəsin Dilara üçün qapısı açıqdır. İrasim qadını sevirdi. Etdiyi hərəkət namərd hərəkət idi, amma onun olduğu qədər Dilara da günahkardı. Həm də ki, bu təkliflə razılaşmağa İrasimi Dilara təkidlə razı salmışdı. Amma filmin başından sonuna İrasimə qarşı çox güclü antisimpatiya hiss edirsən. Böyük bir yanlış yaşandı. İrasim sonuna qədər bunun peşmançılığını çəkdi. Qadınsa o səhvlə həyatına davam elədi. Yəni ki, daydanın yanına getdi. İrasim isə kinonun bir yerində it kimi yanından qovurdu. Demək ki, bu arvadın bu qədər müddət ərzində həqiqətən də heç nə qozla deyilmiş. İrasim əziyyət çəkərkən Dilara kukisinə xurma yedizdirirdi. Sadəcə ən sonunda ani olaraq qərarını dəyişdi, təzədən qaqaşın yanına qayıtdı. Qayıdan kimi də barışdılar. Hardadır burada ədalət? Hardadır bu insanlıq? İrasimin itirdiyi ayları kim qaytaracaq? Yaxşı, bəs Mirağanın şəxsiyyət vəsiqəsini kim qaytaracaq? Nəysə dostlar, özünüzə yaxşı baxın. Sağ olun.